səssiz zirvədə ucalmış Oxçu qalası. Oxçu qalası Qafan rayonunda yerləşir. Bu qala Zəngəzurun iki zirvəsini, Xustub və Gəzbil dağ zirvələrini bir-birindən ayıran hərbi strateji baxımdan əhəmiyyətli mövqedə yerləşmişdi. Qalanın inşa olunma tarixi 6-7-ci əsrlərə aid edilir. Eyni zamanda qala Zəngəzurdakı 5 Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qala 1170-ci ildə Səlcuq türkləri tərəfindən dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdu. Orta əsrlərdə Oxçu qalası həm döyüş istehkamı, həm də keşikçi məntəqəsi olmuşdu. Buradakı hər daş, hər kölgə keçmiş igidlərin nəfəsini daşıyır. Oxçu qalası susan daşların danışdığı, minillik ruhun şahid olduğu, igidliyin, tariximizin nişanəsidir. Qafan torpağının daş yaddaşıdır.